Salam qızlar, necəsiz? Deməli bugün bizim bilincik tortumuzdur. Sizinlə açıram, bölüşürəm. Demişəm ki, söz vermişəm ki, reseptini də paylaşacağam sizinlə. Baxın görün necə çıxdı. Amma səmimi, baxın səmimi yorumda gözləyirəm. Bilincik tortum çox qəşəng, möhtəşəm çıxdı. Yəni mən özüm pişirdiyimə görə demirəm, çox xoşum gəldi. Görünüşsə zaten biləcəksiniz ki, necə bir dadı var. Baxın qızlar, düzdür sizin sayənizdə bu formaya gəldi, dəstəyiniz də oldu, kömək. Bu bacızın əlindən gəlməyəcək bir iş yoxdur da. Allah haqqı turtlardan yeməkdən qorxmayın. Narahat olun. Baxın bu formada belə Simlüksün, Lamiyə xanımın kofeleri var, orijinaldır. Kim istəsə yaza bilər. Paylaşacağım buradan, tontiş qızlarıma aiddir. Kim istəsə. Bax tortu yiyin, kökəlməkdən qorxmayın. Yenə Lamiyə xanım dərdinizə dərman tapacaq. Bax bu kofeyimə baxın qızlar.